Hər kəsə salam. Vafli hazırlayıram özümə. Bu mənim səhər yeməyim olacaq. Bu artıq hazırdır. Dietik vaflidir. Gerkulesini hazırladım. 0 şəkər. Mən şəkəri çox yeyən idim bu günə qədər. Amma уже neçə gündür diyetadayım. Şəkər yemirəm, çörək yemirəm. Görək nə olacaq. İnşallah əziyyətim boşuna getməyəcək. Əsas odur ki, özümü saxlaya bilim. Çünki mən tez özümdən tez buraxıram da belə şeyləri. Uzun müddətli diyetada olmağı sevmirəm. Çünki 5 gün dünyadır. Gözəl yemək istəyirəm. Belə, bu mənim vaflimdir. Əsas odur ki, bunun şəkəri yoxdur. Faydalıdır. Çörək kimidir də, nəysə. Üstünə sonra balla belə eləyəcəm bal. Üstə qəşəng-qəşəng yeyəcəm. Uşaqlara isə burada blinçik hazırlayıram. Blinçiki indi çevirməyə lazımdır. Çünki bunları hazırdır. Deyirəm, həmişə sizə göstərirəm. Blinçik hazırlayanda bu belə şpaşka ilə çevirirəm. Mənə belə rahatdır. Blinçikunda həmişə bütöv olur. Üstə, gördünüz? Bu da uşaqların zavtraqı olacaq. Uşaqlar üçün qəlyanaltı hazırlayıram. Bunu məktəbə qoyacağam. Hazırlamağı çox asandır və çox vaxt aparmır. Lavaşdan danışmaq istəyirəm sizə. Biz tərəflərdə bazar tərəfə gedəndə orada balaca belə bir budka var. O budkanın içində lavaş satırlar və bu lavaşı, dönər lavaşı, hansı ki hər bir marketlərdə 2 manata satırlar. Orada isə 1 manata satılır. Çox maraqlıdır. Mütləq mən onun srokuna baxıram, təzə olur. Amma qiyməti çox ucuzdur. Bilmirəm sizin qabağınıza belə bir şey çıxmışdı, yoxsa yox. Mütləq rəylərdə yazın. Yenə də onun sroku təzə olsa da biraz şübhəli kimi alıram onu. Düzdür, alıram. Açıram, baxıram, içi yaxşıdır, qəşəngdir, köhnə deyil. Amma qiymət çox qəribədir. Niyə həmən lavaş marketlərdə 2 manatda satılır və ondan yuxarı qiymətə. Amma o budkanın yanında bunu 1 manata satırlar. İçində onun 10 dənə olur. Həm qara undan hazırlanıb lavaş qiyməti 1 manata, həm də ki belə ağ undan hazırlanıb qiyməti 1 manatadır. Belə tez bazar hazırlanan qəlyanaltını hazırlamağı xoşlayıram. Arada evdə də hazırlayıram. Qoyuram stolun üstünə, üstünü striclə bağlayıram. Uşaqlar bir də görürsən nəsə atışdırmalı axtarırlar. Bu lavaşlardan qəşəng yeyirlər. İçi naçinka cürbəcür ola bilər. Məndə bu gün misal üçün göyərtimlə pendir var idi. Mən belə elədim. Tez bazarda, yəni vaxtım az idi. Amma vaxtım çox olanda onda toyuqla da içini eləyirəm. Uşağın məktəb konteyneri hazırladım, yola saldım və keçdim özümə biraz peçeni hazırlayım. Gerkules peçenyasıdır bu. Deməli bunun içində 2 dənə yumurta, biraz kərə yağı, şəkərin əvəzinə bal eləmişəm və evdə nə qədər quru meyvələr, sonra toxumlar, nə var idisə hamısını yığmışam və bu peçenyanın içinə qatacağam. Hamısını qəşəng qarışdırırsan, sonra əlavə bir dənə vanil və soda da əlavə elədim və axırda isə gerkules. Xəmiri yığıram və peçenya formasında eləyirəm və göndərirəm duxovkaya. Hardasa səhv etmirəmsə 10 dəqiqə yoxsa 15 dəqiqə peçenya hazır olur. Yenə 30 durublar və biz yenə oturmuşuq, kitablarla dərsimizi yazırıq. Göstərirəm, çünki bəzi valideynlərə də maraqlıdır. Bu, yəqin ki, onların uşaqlarına motivasiya kimi bir şeydir. Xahiş eləmişlər ki, dərs yazanda... Что там? Там же это больше одного, значит.
Там же 3. До скольких мы прибавляем? Если больше 5, да. А там? Значит, 100. Да, 100. Вот это. Belə, deməli riyaziyyat yazırıq və burada sizə göstərim. Bizdə rus sektoru olduğuna görə biz belə dəftər tutmuşuq, qaydalar dəftəri. Çünki hər dəfə hər il unuduruq. Tətilə çıxanda köhnə keçdiyimiz qaydaları unuduruq. Ona görə dəftər tutmuşuq ki, bütün hansı qayda bizə lazımdırsa açırsan və görürsən, yadıva salırsan. Əslində mən belə baxıram, heç belə də çətin deyil. Rus dili Azərbaycan dili ilə müqayisə eləyəndə Azərbaycan dilində öyrənmək daha asandır. Sadəcə biz bunu tez-tez işlətmirik deyə bu sözləri tez-tez işlətmirik. Ona görə də elə unuduruq. Amma hər dəfə bunları işlətsək, onda da elə də çətin deyil. Əksinə çox asandır. Belə. İndi uşaqlar söz veriblər ki, tez-tez bunu öyrənəcəyik, yadımıza salacağıq, təkrar eləyəcəyik daha doğrusu. Görək də indi. Belə, mən gündəliyi doldururam, uşaqlar isə riyaziyyatı yazırlar. Mane eləməyim, sakitçilik yaradım ki, yazsınlar. Bu da mənim Herkules piçenyalarım hazırdır. Yumuşaqdır, pambıq kimidir. Qəşəngdir. İnşallah ki, qəşəng olacaq. Dadına hələ baxmamışam. Belə alındı. Belə baxsın elə bir ki, azdır, amma əslində xəmiri özüm az eləmişəm, çünki dadını bilmirəm axı, görüm necədir dadı. Qəşəng olsa, biraz porsiyanı çoxaldacağam. Uşaqlar da belə dietik piçenyaları yesin. Belə. Gedim özümə qəşəng təzə məxməri çay düzəldim və bu piçenya ilə baxım dadına. Saat 6-dır. Bugün demişdilər ki, güya güclü yağış yağacaq, tufan, sarı xətt, yəni güclü külək. Amma havaya baxın necə gözəldir. Çox qəşəng havadır. Adam pilləkəndə oturub qaynar çay və bu buludlara baxmaq istəyir. Mən isə niyə çıxmışam? Gedirəm uşaqların dalınca. Çünki uje vaxtdır onları götürmək. Necəsən? Yaxşısan? Yorulmadın? Gedək Muradın dalınca. Biz isə burada probkada ilişmişik. Murad artıq dərsdən çıxıb və yazıq uşaq bizi gözləyir. Artıq mən evdəyəm, uşaqları məktəbdən gətirdim və başladım tez uşaqlara yemək hazırlamağa. Bugünkü menüdə bizdə püre ilə kotlet olacaq və mən yemək hazırlayan zaman istədim bu kadrı ASMR kimi saxlayım, amma mümkün belə olmadı. Çünki uşaqlar yığılmışdı başıma və hamı danışırdı öz əhvalatını, məktəbdə necə vaxtını keçirdiblər, təzə nəsə var idisə onu danışırdılar. Hərəsi bir tərəfdən öz hekayəni danışırdı. Artıq beynim şişmişdi, amma heç vaxt uşaqlara susun demirəm. Axıra kimi qulaq asıram, düzdür, sonra mənə sual verirlər və çalışıram cavablandırım. Əslində heç bilmirəm söhbət nədən gedirdi və çalışıram ki, ona bir uyğun cavab verim ki, əgər ona aidiyyəti olmasa, heç olmasa biraz cavab ona yaxın getsin. Axır vaxtları nədənsə çox fikirli oluram və kimsə mənlə söhbət eləyəndə güya qulaq asıram, amma beynim başqa yerdədir, başqa şeyləri düşünürəm və uşaqlar da misal üçün mənlə söhbət eləyəndə, nəyisə danışanda elə bir ki, sanki bir neçə dəqiqə onları eşitmirəm. Amma onları qulaq asmağa davam eləyirəm və yoldaşım həmişə mənə deyir ki, sənin beynin necə bu qədər informasiya götürə bilir, necə sənin beynin çatdırır, əslində heç çatdırmır, amma ki uşaqlara göstərmirəm
və deyirəm uşaqlar onsuz da kiməsə nəsə danışmalıdır. Yoldaşımın o qədər səbri yoxdur ki, uşaqlara otursun, qulaq assın. Özü də üçü birdən danışanda elə bil ki, qarğalar kimi hərə bir tərəfdən qarqar eləyir. Amma biz analar dözümlüyük və biz öz uşaqlarımıza axıra kimi qulaq asmalıyıq. Arada məsləhət verməliyik. Çünki biz qulaq asmasaq, onlar gedib qıraqdan özlərinə dost tapacaqlar. Amma qıraqdan özlərinə dost tapmaqdansa ana ilə dostluq eləsə daha yaxşıdır və daha məsləhətlidir. Bu arada bir suala cavab verim. Qızlar soruşmuşlar ki, uşaqlarım hazırlığa gedirlər yoxsa yox? Yox, uşaqlarım hazırlığa getmir. Çünki balaca qızım hələ ibtidai sinifdə oxuyur. Oğlum 5-ci sinifdə oxuyur. Onlarla özüm məşğul oluram. Hələ ki səbrim var. Hələ ki oraya kimi başa düşürəm və başa sala bilirəm. Amma böyük siniflərdə əlbəttə ki, kömək ola bilməyəcəm. Əslində düz 11-ci sinifə kimi başa sala biləcəm. Amma insanda o qədər səbir olmalıdır ki, bir də bəzi şeyləri artıq unutmuşam da, nə yalan deyim. Gərək kitabı götürüm təzədən hər şeyi oxuyum, bir-bir, heç kim mənə mane eləməsin, hamısını oxuyum və sonra uşağıma başa sala biləcəm. Amma artıq o qədər səbrim yoxdur və yəqin ki, qızımı yazdıracam hazırlığa, amma hələ ki yox. Keçən il hazırlığa gedirdim. Bu il hələ ki biz başlamadıq, çünki ilin əvvəlidir. Qızım özü məşğul olur və əgər hardasa çətinlik çəksə, onda mütləq əlbəttə ki, müəllim tutacağıq. Amma balacalara hələ ki heç düşünmürəm, çünki özüm onlarla bir yerdə otururam, başa salıram, kim nəyi başa düşməsə. Axır vaxtları tez-tez məndə mətbəxi göstərməyi istəyirlər qızlar. Yəqin ki, bu təzə abunəçilərdir. Onlar ev turu heç görməyiblər yəqin, ona görə mətbəxi görmək istəyirlər və dedim nəhayət ki, vaxt tapdım, yadıma düşdü daha doğrusu. Dedim sizə tez göstərim. Belə bir mətbəxdir bizdə. Səhv etmirəmsə burada 21 kvadratdır. Əgər səhv deyirəmsə, onda mütləq hardasa buralarda yazacağam daha dəqiq. Belə, 2 yerə bölünür bizim mətbəx. Bu tərəfdə yemək bişirirəm, bu tərəfdə isə istirahət zonasıdır, yemək zonasıdır. Belə, mebellərim köhnədir, hamısı köhnə evdən gətirmişik bura. Hələ ki imkan yoxdur almağa. Hələ ki bunlar bizi xilas eləyirlər.
İşlətmək olar. Qırıq sökük deyil. Hələ ki qoy belə dursun. Mən misal üçün burada divanı dəyişərdim, stolu dəyişərdim. Stolu biraz balaca götürərdim. Xalçanı mütləq dəyişərdim. Bu xalça qaynanamındır. Ondan mənə qalıb və bura heç yaraşmır, amma çıxılmaz vəziyyətimə görə müvəqqəti bunu belə qoymuşam. Elə bu xalça da buranın deyil. Sadəcə mənə elə gəlir ki, bura biraz uyğundur. Ona görə gətirdim, qoydum. Hələ ki kombini yandırmamışıq. Pollar soyuqdur deyə ona görə xalçaları sərdim. Belə. Mətbəxim elə bil təmiz ağ rəngdədir, mebelim daha doğrusu. Soyuducu boz rəngdədir və burada patoloqa qədər kafel eləmişik. Daha doğrusu qaynımla yoldaşım elədi. Sağ olsun, həmişə bizə kömək olur. Evdə nəsə bir iş olanda qaynım həmişə gəlir, qardaşına kömək eləyir. Onu tək qoymur. Əlində işi olsa da belə öz işlərini atır və qardaşına kömək gəlir. Sağ olsun. Belə, qaynım bunu düzəltdi axıra kimi. Və qıraqları kantı qızıl rəngdə eləmişik. Hələ ki mətbəxdə remont bitməyib. Burada aboy vurulmalıdır. Vsyo. Hə, bir dənə aboy qalıb da bizdə mətbəxdə. Bilmirəm nə vaxt eləyəcəyik, amma düşünürəm ki, yəqin ki, bura indi o rişotkaları bəlkə bilirsiniz də, bilməsəz bura bəlkə şəkli qoyaram, nəyi demək istəyirəm. O rişotkaları bura qoymaq istəyirəm hər iki tərəfdən. Ortada isə aboy gedəcək. Rişotkanı isə adətən belə taxta rəngində qoyurlar, amma mən taxta rəngində istəmirəm, qızılı rəngdə istəyirəm. Çünki bizdə burada 3 rəng var: qızılı, ağ, bir də boz. Mənə elə gəlir ki, qızılı rəngdə daha çox yaraşacaq. Elə burada pərdələr də qızılı rəngdədir, o taxtalar da qızılı rəngdə olsa, ortada ya boz rəngdə aboy, ya da ki, ağ rəngdə aboy olacaq. Bilmirəm nə vaxt vurulacaq, nə vaxt eləyəcəyik, amma planda belədir. Belə. Aboy vurulandan sonra onda yavaş-yavaş mebeli də dəyişəcəm, xalçanı da. Belə. Hələ ki belə qalacaq bizdə. Bilmirəm, çünki remont nə vaxt olunacaq. Sonra nə demək istəyirdim? Şkaflarda bizdə ruçkalar yoxdur, çünki hamısı maqnitlədir. Basırsan maqnitlə açılır. Və burada belə kladovka düzəltmişik. Orada deməli paltar yuyan var, sonra duxovka var. Belə. Bir də oradan misal üçün paltarı asanda elə oradan ipə asıram, yəni aşağı düşmürəm, birinci mərtəbəyə asmıram, belə çox rahatdır mənə. Göstərim. Bu tərəfdə bizdə güzgüdür, hər iki tərəfdən, bu tərəfdən də, bir də o tərəfdən. Elə bir ki, mətbəx belə davam eləyir də, belə içəri, amma əslində bu belə qapıdır. Və göstərim. Düzdür, burada biraz səliqəsizdir, çünki konteyner almaq lazımdır bu şkaflara. Polkaları, konteynerləri qoysam və bu xırdavatları, bu xırda-mırda şeyləri içinə qoysam daha səliqəli, qəşəng görsənəcək. Amma hələ ki almamışam. Görəndə də çox baha olur, ona görə almıram. Belə, özdə qapını bağlayıram. Gözüm görmür, ona görə heç yadıma düşmür də. Bura açıq olsaydı, onda həmən dəqiqə gedərdim, alardım. Amma bağlıdır deyə bura görsənmir, ona görə almıram hələ ki. Amma mütləq nə vaxtsa bunu da eləyəcəm. Sonra bu polkaları artırmaq istəyirəm patoloqa qədər. Bu xırda-mırda şeyləri də ora qoyum. Və belə. Rahatdır, çox qəşəngdir. Artıq mətbəxdə nə olursa, birinci mərtəbəyə aparılası nəsə varsa, həmən dəqiqə aparmıram, bezirəm və gəlirəm bura atıram. Sonra burada təmizlik iş görəndə götürürəm, aparıram aşağı. Belə. Bu tərəfdə də görürsüz, boydan boya güzgüdür və heç bilinmir ki, burada qapı var da. Belə, bu da mənim mətbəxim. Həmişə söz verirəm ki, göstərəcəm, çəkəcəm və hər dəfə unuduram. İndi isə nəhayət ki, vaxt tapdım və sizə göstərdim. Bura isə bizim bağa mənzərədir. Bağımız da pis gündədir. Orada da remont yoxdur. Çünki biz burada sırf torpaq almışdıq. Evi ustalar tikmişdilər. Yəni hazır ev deyil də. Burada hər bir şey özümüz eləmişdik. Ona görə hələ də remont bitməyib. Görək də nə vaxt bu remont bitəcək, nə vaxt həyətimizdə, evimizdə səliqəli olacaq. Hələ ki heç bilinmir. Belə, bu da mənim gözəl mətbəxim. Harda ki mən tez-tez videolar çəkirəm. Günümün çox vaxtı elə burada keçir məndə.
Artıq sizinlə sağollaşmalıyam. Ümid edirəm ki, axırıncı dəqiqəyə kimi baxmısınız. Yeni abunəçisinizsə, onda sizdən bir xahişim var. Kanalıma dəstək olmaq üçün abunə olun. R bölməsinə bir dənə smailik saxlamağa və like eləməyə unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vloqda mütləq və mütləq görüşərik. Hələlik.